Luka 9-cu fəsil 12 şagirdə verilən vəzifə. İsa 12 şagirdi yanına çağırıb, bütün cinlər üzərində və xəstəliklərə şəfa vermək üçün onlara qüdrət və səlahiyyət verdi. Onları göndərdi ki, Allahın padşahlığını vəz eləyib xəstələri sağaltsınlar. İsa onlara dedi, yol üçün heç nə əssa, nə torba, nə çörək, nə pul, nə də 2 köynək götürün. Hansı evə girsəz, orada qalın və oradan da yola çıxın. Harada sizi qəbul eləməzlərsə, o şəhərdən çıxarkən onlara qarşı şəhadət olsun deyə ayaqlarınızın tozunu çırpın. Onlar da yola düşüb hər yerdə müjdəni yayaraq və şəfa verərək kənd-kənd dolaşdılar. Herodun təşvişə düşməsi. Hökümdar Herod baş verən bütün hadisələr barədə eşitdi və çaşıb qaldı. Çünki bəziləri Yəhya ölülər arasından dirilib, digərləri İlyas zühur eləyib, başqaları da qədim peyğəmbərlərdən biri dirilib deyirdilər. Herodsa dedi, Yəhyanın boynunu mən vurdurdum. Bəs haqqında bu xəbərləri eşitdiyim adam kimdir? Herod onu görməyə can atırdı. İsa 5000 nəfəri doydurur. Həvərlər İsa'nın yanına qayıdıb gördükləri işlər haqqında ona danışdılar. Sonra İsa yalnız onları özü ilə götürüb Betsayda adlanan bir şəhər apardı. Amma cəmaət bu barədə xəbər tutub onun ardınca düşdü. İsa onları xoş qarşıladı. Onlara Allahın padşahlığından danışdı və şəfaya möhtac olanları sağaltdı. Artıq gün batırdı. 12 şagird İsa'nın yanına gəlib ona dedi, cəmaatı burax, qoy ətrafdakı oba və kəndlərə gedib gecələsinlər və bir şey alıb yesinlər. Axı biz burada çöllük yerdəyik. Amma İsa onlara dedi, onlara yeməyi siz verin. Şagirdlər ona cavab verdilər. 5 çörək və 2 balıqdan başqa bir şeyimiz yoxdur. Bəlkə biz gedib bütün bu cəmaat üçün bir şey alaq. Orada 5000-ə yaxın kişi var idi. İsa şagirdlərinə dedi, onları dəstə-dəstə, 50-50 oturdun. Şagirdlər də eləcə eləyib hamını oturtdular. İsa 5 çörəyi və 2 balığı götürüb, göyə baxaraq şükür duası elədi. Sonra onları bölüb şagirdlərə verdi ki, cəmaata paylasınlar. Hamı yeyib doydu. Artıq qalan hissələr 12 zəmbilə yığıldı. Peterin Məsihi tanıması. Bir gün İsa tək dua eləyirdi. Şagirdlər də yanında idi. İsa onlardan soruşdu, cəmaatın dediyinə görə mən kiməm? Onlar belə cavab verdilər. Bəziləri vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, qədim peyğəmbərlərdən biri dirilib. İsa onlara dedi, bəs siz nə deyirsiniz? Sizcə mən kiməm? Peter cavab verdi, sən Allahın Məsihisən. İsa şagirdlərinə qadağan eləyib əmr elədi ki, bunu heç kəsə danışmasınlar. İsa ölüb diriləcəyi barədə əvvəlcədən xəbər verir. O dedi, bəşər oğlu çox əzab çəkməli. Ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən rədd olunmalı, öldürülməli və 3-cü gün dirilməlidir. Sonra hamısına söylədi, əgər bir kəs mənim ardımca gəlmək istəyirsə, özündən imtina eləsin və hər gün çarmıxını götürüb ardımca gəlsin. Kim canını xilas eləmək istəyirsə, onu itirəcək, amma kim mənim uğrumda canını itirirsə, onu xilas eləyəcək. İnsan bütün dünyanı qazanıb canını məhv eləyər, yaxud itirərsə, ona nə xeyri var? Kim məndən və mənim sözlərimdən utanarsa, bəşər oğlu da özünün, atasının və müqəddəs mələklərin izzəti içində gələndə o adamdan utanacaq. Amma sizə həqiqəti deyirəm. Burada duranlardan bəzisi Allahın padşahlığını görmədən ölməyəcək. İsa'nın görünüşü dəyişir. Bu sözləri söyləyəndən təxminən 8 gün keçmişdi. İsa özü ilə Peter, Yəhya və Yaqubu götürüb dua eləmək üçün dağa çıxdı. İsa dua eləyərkən üzünün görünüşü dəyişdi və libası göz qamaşdırıcı ağ rəng aldı. O anda 2 nəfər İsa ilə söhbət eləməyə başladı. Onlar Musa və İlyas idi. Onlar ehtişam içində göründülər və İsa'nın Yerusəlimdə yerinə yetirəcəyi bu dünyadan ayrılması barədə danışırdılar. Peter və onun yoldaşları dərin yuxuya dalmışdılar. Yuxudan ayılanda isə İsa'nın ehtişamını və yanında duran 2 kişini gördülər. Onlar İsa'nın yanından gedəndə Peter İsa'ya dedi, Ustad, nə yaxşı ki biz buradayıq. Gəl 3 çardaq quraq. Biri sənin, biri Musa, biri də İlyas üçün. Əslində o nə dediyini bilmirdi. Peter bunu deyən zaman bir bulud gəldi və onların üzərinə kölgə saldı. Buluda daxil olarkən onları dəhşət bürüdü.
buluddan bir səs gəldi. Bu mənim oğlumdur, seçilmişdi, ona qulaq asın. Səs kəsiləndə onlar İsanı tək gördülər. Şagirdlər bunu sirr olaraq saxlayıb, o günlərdə gördüklərini heç kimə danışmadılar. Oğlandan cin çıxarılır. Ertəsi gün onlar dağdan enəndə İsanı böyük bir izdiham qarşıladı. Camaat arasından bir kişi çığırdı. Müəllim, yalvarıram, oğluma nəzər sal. O mənim yeganə balamdır. Bir ruh onu tutur, o birdən bağırır. Ruh onu ağzından köpük gələnəcən sarsıdır. Ona əziyyət verib güc bəla ilə onu tərk eləyir. Mən şagirdlərindən xahiş elədim ki, bu ruhu qovsunlar, amma bacarmadılar. İsa da ona cavab verdi. Hey imansız və yolunu azmış nəsil! Nə vaxta qədər mən sizlə qalıb sizə dözəcəyəm? Oğlunu yanıma gətir. Oğlan İsa'ya yaxınlaşarkən cin onu yerə atıb sarsıtdı. Amma İsa natəmiz ruha qadağan elədi. Oğlanı sağaldıb atasına qaytardı. Hamı Allahın əzəmətinə təəccüblənirdi. İsa öləcəyi barədə yenə xəbər verir. Onlar hamısı İsa'nın elədiyi işlərə heyrət eləyərkən, o şagirdlərinə dedi, bu sözlərə qulaq asın. Bəşər oğlu insan əllərinə təslim edilmək üzrədir. Lakin şagirdlər bu sözü başa düşmədilər. Bu sözün mənası onlar üçün gizli qaldı və ondan bu söz barədə soruşmaqdan da qorxdular. Ən böyük kimdir? Şagirdlər aralarında kimin ən böyük olduğu barədə mübahisə eləməyə başladılar. Amma İsa onların ürəklərindən keçəni bilib bir balaca uşağı götürüb yanına qoydu. Sonra onlara dedi, kim mənim adımla bu uşağı qəbul eləyərsə, məni qəbul eləyər. Kim məni qəbul eləyərsə, məni göndərəni qəbul eləyər. Sizin aranızda hamıdan kiçik olan ən böyükdür. Yəhya cavabında dedi, Ustad, biz sənin adınla cinləri qovan bir nəfər gördük, amma bizlə birgə getmədiyinə görə ona mane olduq. Amma İsa ona dedi, ona mane olmayın, əleyhinizə olmayan sizin tərəfinizdədir. Samariyalılar İsanı qəbul eləmirlər. Dünyadan ayrılacağı günlər yaxınlaşdıqca İsa Yerusəlimə getmək qərarına gəldi. İsa qabağınca elçilər göndərdi. Onlar İsa'nın gəlişi münasibəti ilə hazırlıq işləri görmək üçün gedib Samariyalıların bir kəndinə girdilər. Lakin Samariyalılar İsa'nı qəbul eləmədilər, çünki o Yerusəlimə doğru gedirdi. Şagirdlərdən Yaqubla Yəhya bunu görüb dedilər, Rəbb, bunları məhv eləmək üçün bir əmirlə göydən alov yağdırmağımızı istəyirsənmi? Amma İsa dönüb onlara qadağan elədi. Sonra onlar başqa bir kəndə yollandılar. İsa'nın şagirdi olmaq nə deməkdir? Onlar yol boyu gedərkən bir nəfər İsa'ya dedi, sən hara getsən, sənin ardınca gedəcəyəm. İsa ona dedi, tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var, amma bəşər oğlunun başını qoymağa belə yeri yoxdur. Bir başqasına İsa dedi, ardımca gəl. O isə dedi, Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim atamı dəfn eləyim. İsa ona dedi, qoy ölülər öz ölülərini dəfn eləsinlər. Sənsə get, Allahın padşahlığını bəyan elə. Yenə başqa bir adam dedi, Ya Rəbb, sənin ardınca gələrəm, amma əvvəl icazə ver, evimdəkilərlə vidalaşım. Lakin İsa ona dedi, kötanı tutub geriyə baxan Allahın padşahlığına layiq deyil.